İndi toxunacağım mövzu Səidə Bəkir qızına və Ləman Ələşrəf qızına cavabdır. Belə ki, Ləman xanım bir il öncə toxunmuşdu bu mövzuya. Özü ilə telefonda danışdıq. Onda toylardan vaxtım olmadı, cavab verim sosial şəbəkədə. Amma indi görürəm Səidə xanım Rayət İmaməliyeva bu mövzuda cavab verib ki, siz hirslənməyin. Bir insan ki, deyək ki, mən üzr istəmərəm, üzr istəsəm it qızı olaram, sonra üzr istəyir. Mən də istədim ki, buna cavab verəm, bir gülləyə 2 quş vuram. Belə ki, Səidə xanım, mənim elə alçaq düşmənim var ki, bir nəfərdir. 60 yaşlı, ağzı əyri göz çaş. Bu səhifələrdə montaj elətdirib ki, xüsusi tamlı məhkəmə məsələmiz var idi, böyük bir sənətkarla. Mən demişdim ki, nə olacaq ki sonunda? Tutaq ki, uduzdum, tutaq ki, dedilər üzr istə. İstəməyəcəm, uduzaramsa üzr istəmərəm. Mən prinsipial adamım. Gedib cəzam nədir? Çəkəcəm. Qanun qarşısında boynumuz qıldan incədir. Elə oldu ki, haqq ədalət bərqərar oldu, mən uddum. Elə oradaca gördüm ki, qarşı tərəf çox belə dəhşətli bir vid alıb, görkəm alıb. Mən ürəyim dözmədi, bu da mənim ürəyim. Yaxınlaşdım, əlindən üzündən öpdüm, dedim ki, dəvət edirəm oğlumun da toyuna. Qəlbinizə də bəlkə də sizə elə gəlib ki, bu qəlbə dəyən cümlələrdir. Üzr istəyirəm. Amma sizin sayənizdə üzrümü geri götürürəm. Bu da sizin sənətkara yaxşılığınız. Ləman xanım Səidə Bəkir qızı. Bu videomla bildirirəm ki, istər çıxışlarında, istər kommentlərdə mənim ünvanıma böhtan atıb mənə it qızı deyənin özü itin də qızıdır, qancığın da qarnından çıxıb. Necədir? Və ümumiyyətlə pul qazanan xanımlara cəmiyyətdə həmişə bir aqressiya olur. İndi bu videomun altında ağzı qara gədələr ağzına gələni yazacaq, bilirəm. Mən dəvəsi ölmüşərəməm. Əziz aparıcı xanım, qoz alma salatından yesəniz, həftədə 3 dəfə, bunu xüsusilə qeyd edirəm, qətiyyən aqressiyanız olmayacaq və kanallardan qovulmayacaqsınız. Bu nədir? Ərində oturmayan arvadlar kimi oradan ora, oradan ora. Mən sizə tövsiyə edirəm. Afət Fərman qızının resepti olan qoz alma, kök, sarımsaq, smetan. Bu qarışımlardan ibarət həftədə 3 dəfə qəbul edin, mənə təşəkkür edin. Salamat qalın. Rayət İmaməliyev, Azərbaycan kişisi dedikdə gözümüzün önünə məşhur mahnıda deyildiyi kimi. Cavanşirəm, babəkəm, poladam mübarizəm. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Bax, belə mərd oğullarımız gözümüzün önünə gəlir. Nəinki TikTokda oturub vırtdı vəli kimi o arvadın, bu arvadın dalınca danışan bəzi kişiciklər. Rayət bəy, deyirsiniz ki, Azərbaycana gələ bilirsən, gəl. O suallar köhnəlib. 4 ildə onu mənə yazırlar, deyirlər düşmənlərim. Mənə lazım olanda gəlirəm. Gəldim də, kör gözlər də gördü ki, oğlumun toyunu elədim də. Qayıtdım, ondan sonra bir 5 dəfə də gedib gəlmişəm. Mən ailə qrup Rusiyaya köçmüşəm, Rayət bəy. Özüm haqqında qısaca tərcümə halımı deyim. 4 ildən çoxdur Rusiyaya yerləşmişəm. Rusiyada da 1 nömrəli toylar kraliçası Afət Fərman qızıdır. Və Rayət İmaməliyeva, mənə ünvanlamışsınız ki, məhkəmə insan üçündür, heyvan üçün deyil ki. Birinci məhkəmədə mən uddum, sənədi göndərəcəm sizin direktə baxın. Deməli, qanun da deyir ki, Afət doğrudur. Xalq artisti ilə olan məhkəməni nəzərdə tuturam, bildiniz də. Hətta orada 147-2 də var idi, xüsusi tamlı məhkəmə idi Rayət İmaməliyeva, Yugos havada olanlar bilir. 147-1, 147-2, 148. Mən qalib gəldim. Rayət İmaməliyeva, ikinci məhkəməmizdə Şərifov Vəfa tərəfindən xüsusi tamlı məhkəmə işidir. Mən şikayət olunmuşam. O isə mənim üçün niyə yüngüldür? 148 və 147-1 məhkəmə də insan üçündür. Və hal-hazırda yeni qanun çıxdı. Hətta mən uduzaramsa, mən və digər o qədər belə məhkəmə işləri olan show biznes, qeyri-show biznes nümayəndələri var ki, məhkəmədir, bir udar, bir uduzar. Mən udacam çünki haqqam, amma tutaq ki, uduzdum, Rayət İmaməliyeva. Amnistiya qüvvəyə mindi, bilirsiniz ki, amnistiya çıxdı daha doğrusu. Sizə bu xəbəri də çatdırım ki, hətta o da ən axırıncı etapdır ki, əgər uduzaramsa, amnistiyadır. Yəni, cəzadan azad deməkdir, bilmirsinizsə. Heç yadıma düşmür. Hələ bunu sona yetirim.
Amma buna baxmayaraq, mən də burada Vəfa Şərifovaya qarşı cinayət işi açdırmışam. Yetərli əlimdə olan dəlillər əsasında və hələ bir burada Vəfa gəlsin, qanun qarşısında cavab versin. Ondan sonra mən gələrəm, orada o məsələmizi yekunlaşdırarıq, yoluna qoyarıq və Rayət Əməliyev, amma baxmayaraq ki, mən burada Şərifova Vəfanı məhkəməyə vermişəm, mən burada lazımam, getməliyəm, gəlməliyəm. Amma bugün siz mənə Bakıda, Azərbaycanda toy deyin, 2 günümün qanararını ödeyin. Mən bütün bu işlərimi yarımçıq qoyub qaçıb gələcəm ora. Çünki toy hardadır, afət oradadır. Yəni, sizin belə yalanınızı çıxardıram. Verirəm deyən çoxdur, amma iş görən yoxdur. Elə söz söhbəti boş verin. Qaldı Səidə Bəkir qızına intervyu verib, mənim dediyim cümlələr deyib, məni istəyirsiniz küçük düşürəsiz orada. Belə ki, deyirsiniz, bu afət o müğənniyə, bu müğənniyə və o müğənnilərin mənə dediyindən xəbəriniz varmı? Məni kimlərə söydürdüklərindən, hədiyyə qarşılığında xəbəriniz varmı? Həmişə danışanda başınızın üstə Allahı görün. Mən dayandığım yerdə, durduğum yerdə heç kim deyə bilməz ki, kiməsə söz atmışam, söz demişəm. Deyiblər, cavab vermişəm. Burada bir nüans budur ki, məni söydürüblər. Hədiyyədən veriblər. Məsələn, birinə 4000 manat verib söydürüblər. Faktlarım var əlimdə. Birinə tam Ford ətir verib söydürüblər. Özdə elə adamlara söydürüblər ki, onlara cavab qaytara bilmirəm. Çünki üzdən iraqlardır, hər şeyini itirmiş adamlardır. Mən elə adamlara cavab verə bilmirəm. Onlardan qorxuram. Qaldı, sizin orada solfecodan zaddan da başınız çıxırmış. Mən onların hamısından 5 almışam. Solfeco olsun, xor olsun, hamısından. Əsas ixtisas olsun, hamısına fortepiano bitirmişəm. Müəlliməlik etməyə dövlət hüquq verib mənə. O cümlədən də eyni zamanda kimya biologiyanı bitirmişəm, ali təhsilli. Özdə Bakı Dövlət Universitetinə qəbul olmuşam, amma imkansızlıqdan Bakıda kirayədə qala bilməmişəm. Həmişə deyirəm bunu. Gəncəyə Peravod almışam və Gəncə Dövlət Universitetinin Həsən Bezərdə adına biologiya ixtisası, kimya biologiya fakültəsini bitirmişəm. Və hətta mən 11-ci sinifi bitirəndə Rayət bəy, qızıl medal olsaydı bizim vaxtımızda götürüldü, mən namizəd idim. Bilirsiniz mən kiməm? Ümumilli lider Heydər Əliyevin tərəfindən Xalqlar Dostluğu orden alan Fərman Həsənovun qızı, Afət Fərman qızıyam. Tak što kimlə dans etdiyinizin farkında olun. Bu qədər. Keçirəm Səidə Bəkir qızına. Dostlar, Səidə Bəkir qızı kimdir də? Bu, ərində otmayan arvadlar kimi o kanaldan bu kanala, bu kanaldan o kanala. Nə olub az? Və Qarabağlılara dediyin sözü hələ unutmamışıq. Düzdür, biz unutqanıq, amma hələ səni unutmamışıq. Çünki yaramız təzədir. Bilirsiniz, Səidə xanımın gülüşlərində nəyə hiddətləndim? İş budur ki, Rayət Əməliyev Səidə xanıma intervyu verir. Mən nəzərdə tutdu ki, Afət Fərman qızı filan müğənniyə belə dedi, filan müğənniyə belə dedi. Yekə kişisən, danışmağa mövzu tapmadın mı? Ged o kəramətdən öyrən mövzuları. Bir sosial mövzudan danış, sosial problemdən danış. Afət Fərman qızı filan kəs. Qınıyıram. Mən sizə yaraşdırmadım. Açığı mən sizi çox istəyirdim. Həqiqətən yaraşdırmadım. O demək deyil ki, məni tərifləməlisiniz. Tənqidiniz sağlam deyil. Münasibət bildirdiyiniz məsələni birinci Səidə xanım işıqlandırmışdı. Hətta kəskin işıqlandırmışdı. O müğənnilərə əxlaqsızdan belə demişdi. Orada Səidə Bəkir qızı cəsarət edib deməli idi ki, Afət Fərman qızının dediyi cümlələri bir il əvvəldən mən deyirəm. İndi siz nəyə gülürsünüz bilmirəm. Hələ də Cəlil Məmmədquluzadənin yazdığı dostlar, o poçt qutusu var deyə Novruzəli bəylər. Hələ də onlar yaşayır. Bu cəmiyyətlə hara gedək? Bu da mənim ziyalım, bu da mənim jurnalistim. Rayət Əməliyev, pandemiya dönəmində də, müharibə dönəmində də mən həmişə çalışmışam, bacardığım qədərilə dövlətimizin yanında olum. İndi bacardığım qədər, kasıbın olanından biz özümüz ya könüllü, ya qarşı tərəfdən bir istək görəndə nə olar ki? Yağın aşan nə ziyanı var ki? Gör bizim başımızın qaxıncı nə day cəmaat. Mən bir cümlə demişəm ki, iPhone-u zavra yox, bir qaziyə al ver. Bunu mənim başımın qaxıncı eləyib. Və YouTube kanalımda da var, səhifələrimdə də var, baxa bilərsiniz. 100 ailəyə şəxsi vəsaitim hesabına yardım etmişəm. Baxmayaraq, bizim güclü dövlətimiz var, dövlətimiz biz müğənnilərin köməyinə ehtiyacı yoxdur. Amma mən bir vətəndaş kimi ürəyimdən keçdi ki, bu mənim dövlətimizə olan borcumdur. Mən o dövlətdən çörək yeyirəmsə,
müğənninin də, mənim də hamımızın borcumuzdur ki, həmən o çətin günlərdə də biz dövlətin yanında olaq. Axıra qədər də olacaq. Həmişə. Hətta müharibə dönəmində inandırım sizi ki, mən çox vətənpərvər insanam və lazım gəlsə mən gedib vuruşaram da. Mənim nəslimdə şəhidim də var. Şəhidin nə olduğunu da bilirəm, qazinin nə olduğunu da bilirəm. Mənim qaziyə orada Şəbnəmə ünvanladığım cümlə ki, o iPhone-u Zahura niyə alırsan, qaziyə ver. Səhv deyirəm, ay cəmaat. Mənim bu cümləmi Rayət İmam Əliyev lağa qoyur ki, qazi neynir sənin telefonunu. Mənim direktimə o qədər məndən qazilərin xahişi olub ki, onun neçəsində iş xanımı var. El qızım, adını çəkmirəm, həmişə deyir demə. Ona yönəltdiyim də var, özümün elədiyim də var. Bu videolarım ona görə uzun oldu ki, bu Rayət kişi səhifəsini bütün mənə həsr eləyib, hamısına bir cavabı bir dəfəyə bu videoları sığışdırdım dostlar. Üzürlü sayın ki, belə TikTok kişilərinin suallarına cavab verib vaxtınızı alıram. Sonda da Rayət bəy sizə bir məsləhət də mən verim. Ağıl yaşda deyil, başdadır. Özünüzə bir yaxşı iş tapın. Bu TikTokdan uzaq olun. Mən sizə yaraşdırmıram. Mən sizi belə şəxsiyyətli kişi kimi görürəm. İş tapmaqda çətinlik çəkirsinizsə, əl-ələ verək hamımız. Mən oradan, indi bilirəm qəbul eləməyəcəksiniz, amma nə olar, aslanın erkəyə yetişisi olmaz. Məni yaxından tanısanız, görərsiniz ki, mən təhlükəli insan deyiləm, pis insan deyiləm və sizə bunu səmim qəlbdən təklif edirəm. Siz özdə yaxşı potensiallı, savadlı insan oxşuyursunuz və təklif edirəm ki, bu enerjinizi TikToka yox, yaxşı bir şirkətə, yaxşı bir, nə bilim, dövlət qulluğuna, hardasa belə bu enerjinizi ora sərf eləyin. Bu sizə məndən yaxşı bir məsləhət olsun, fikrimi də dəyərləndirin. Xeyir taparsınız.